Qaraciyər piylənməsi qaraciyərdə piy yığılmasıdır. Ultrasəs müayinəsi zamanı piylənmənin yüngül və yaxud ağır formasını vizual olaraq görmək olur. Bu patoloji proses inkişaf edərsə, o zaman piy kütləsinin tərkibində birləşdirici toxumalar əmələ gələcək. Pəhriz və məşq daxil olmaqla həyat tərzi dəyişiklikləri əsas müalicə strategiyaları olsa da, müəyyən pəhriz əlavələri də bu vəziyyəti idarə etməkdə mühüm rol oynayır. Piylənmənin əlamətləri isə xəstəliyin ilkin inkişaf mərhələsində özünü vizual olaraq göstərmir. Lakin xəstəliyin inkişafına işarə ola biləcək əlamətləri hiss etdikdə mütləq həkimə müraciət etmək məsləhət görülür. Həzm prosesinin tez-tez pozulması, ürək bulanma, qusma, sağ qabırğa altı nahiyədə ağırlıq hissləri əsas əlamətlərdəndir. Sizə təqdim etdiyim bu fitazan məhsulu ilə qaraciyərin yağ tərkibini azalda, qaraciyər fermentlərinin səviyyəsini yaxşılaşdıra və iltihabı azalda bilərsiniz. Fitazan iri və xırda qan damarlarından xolesterin və digər yağ birləşmələrini təmizləyir, qaraciyəri müalicə edir.